Demək, mənim bugünkü postum LinkedIn-də bir ajotaj yaratdı. Əslində çox adam şərhdə yazmasa da mənə şəxsən mesajda yazırdı ki, yəni bu bizim gündəlik halımızdır, bu bizim hər gün düşündüyümüzdür. Kimsə uzun illərdir o şəraitdə çalışır, kimsə bir neçə aydır və deyir ki, nə edək? Və məndən soruşurlar ki, bu hekayəni düzü tam yazmamışam, əsas pointlərini yazmışam. Bunun nəticəsi nə ola bilər, nə edə bilərik? Tamam, orada bəndlər var ki, özlərində işlə risklərini dəyərləndir, nəzərə alma. Amma bəziləri yazırdı ki, məsəl üçün, mən tərcih etmişəm burada qalmağı, uyğunlaşmağı, çünki mənə qorxulu gəlir, düşünmürəm ki, dəyişsəm daha yaxşı ola bilər. Nə demək istəyirəm? Ümumiyyətlə, hər bir insanın ətrafında olan 5-6 insan ortalama sizi formalaşdırır. Yəni, düşünməyin ki, mənim öz üzərimə götürdüyüm bir hansısa inkişaf yolu, mənim ailəm yetərlidir ki, mən hər zaman belə qalım. Siz nə qədər belə qalmaq istəsəz də, sizin ailəniz nə qədər ziyalı olsa da, düzgün olsa da, fərq etmir. Ətrafınızda və ətrafınız eş mühitində 1 saat deyil, 15 dəqiqə deyil, əl-əxsusda əgər siz ofisin özündə çalışırsınızsa, hibrid və yaxud ofisdə çalışırsınızsa, onlayn deyilsinizsə, o zaman sizin ofisdəki ətrafınız sizə təsir edir. Yəni, ortalama onlar sizin həyatınızın bir hissəsidir. Bunu anlamalısınız, qəbul etməlisiniz. Əgər siz onlarla minimum kontaktda olursunuzsa, az danışırsınızsa, onlarla təması kəsmisinizsə, ancaq peşəkar səviyyədə saxlamısınızsa, bu sizə təsiri mühüm hissədə azaldacaq əlbəttə. Amma siz inkişaf etməyəcəksiniz. Yəni, siz deqradasiya olmayacaqsınız. Yəni, bu sadalananları saxlasaz, öz inkişafınıza fikir versəz, onlarla peşəkar səviyyədə danışsaz, şəxsi dostluqlara çevirməsəz, onların düşdüyü, onların etdiyi hansısa səviyyəyə düşməsəz, onların təzərrüfatlarla uyğunlaşmasaz, qəbul etməsəz və siz onlara deqradasiya olmayacaqsınız. Amma siz inkişaf da etməyəcəksiniz, olduğunuz yerdə qalacaqsınız. Və bu pis deyil, deyə bilərsiniz ki, mən özüm yaxşı bir səviyyədəyəm, olduğum kimi qala bilərəm. Xeyr, dünya inkişaf edir, insanlar inkişaf edirlər və sizin gündə düşünün ki, eyni səviyyədəsiz, dünəninizlə eynisiniz və bir gözəl söz var, əgər siz 20 il əvvəllə eyni düşünürsünüzsə, deməli siz heç inkişaf etməmisiniz. Çünki insan hər gün fərqli düşünməlidir, bəli. Fərqli düşünməli o demək deyil ki, bugün düşünürəm sən yaxşı insansan, sabah düşünəcəm ki, sən pis insansan. Amma fərqli düşünməlidir fəlsəfi cəhətdən, bilik cəhətdən, həyatı anlama cəhətindən, səbirdən, emosional intellekt baxımından fərqli düşünməlidir. Daha da səbirli olmalıdır, daha da müdrik olmalıdır, daha da sürətli qərar qəbul, düz qərar qəbul etməyə nail olmalıdır. Bu inkişafdır.